Assalamu alaikum qarindoshlar. Mush vaqtingiz xayrli olsun. Bugün 2021 yılı 4. ayının 17 Ramazan'ın 5. günü. Yakın yankı Türkiye'deki yuqum ahvalınınki işe ergişip muhaciretteki Uygurlarının mu yuqumluş ahvalı günden aşmakta hem ölem yetim köp bulmakta. Şu münasebet bilen ben koronavirüsüden saklanış aldığını eliş dikkat kıldığan işler doğrusunda qarindoshlarım bilen bir ortaklaşayda bir qancha tavsiyani qilmoqchi. Bu koronavirüsüden yuqumlanganlarninki mağdusuzluk, halsizlik hammalarında umumiylik bo'ladigan bir alamet oldu. Ondan başka yo'tal dem sıkılış, qizitma bo'lish, nefes sıkılış, to'ngib titrash, ondan keyin gal og'rish, bosh og'rish, ondan tam ve puroq sizimini yo'qotish qatorliq alomatlar bilan o'tadigan bir kasallik bo'lib, zukam bilan asos jihatdan aralashib ketdi. Yoki zukam bilan o'xshash alomat yuz berganlikdan dastlabda ko'pincha kishilar zukam o'xshayman deb salqirab sirtlig'i chiqib boshqalarga yuqtirish, boshqalardan yuqumlanish mushu ahvol bilan bu kasallik kundan kunga ko'payyotdi. Endi men bu kasallikning xabarini nayt ko'p anglag'ultig'li bir hafta bo'ldi. Bir haftadan yanqi o nima Uyg'urlarda, muhojirlik Uyg'urlarda bek ko'p bo'lib ketdi. Hem o'lim yetim ko'p bo'ldi, hem ig'ir o'tayotdi. İlgirkidən ağır alametlere ağır bulavatudu. Şunun için qarindoshlarimga bundan keyin bo'lmaganlar şu sirtqa chiqmaslik, sirtqa chiqqanda cho'qim maska taqab, 2 qat maska taqsaqmi taqab, ishimizni tugatiblam darhol yenib ketgan ishni qilsak, şu sirtda turish, sirtqa boshqalarga aralashish uchun yuqumlanganlarni aytacak. Tunigan 8 o'quvchining yuqumlangan xabarini angladik. Sapa köydən yo'qdi deb. Endi yuqumlanganlar mendan eng ko'p so'ragan savol nima desa, men mushna mag'dusizlanib, halsizlanib qolgan, o'tal dem siqilish ahvoli yo'q, qizitma yo'q. Lekin gelimsel ağırgandek, gelim kurgandek, gelimde bazı bir binası badek his kılıvatımen, bazı purak yaxşı sizilmevatıdı, tam abdan olmavatıdı gen soğanlıcık soraydı. Ama sizi korona olap qağallımı keyin dep qalsa, hiç qalsa itiraf qılmay, yo'q men o'masdim. Bu chaqadımı bo'lib turtdim men dep, shu o'zini qochirtgan yoki o'masdim dep turtgan. En oxirida tekshirtishdan keyin korona bo'libdi, men pozitiv chiqdim. Qanday qilaman degan savolni aytib ko'p keldi. Endi men uliga demoqchi bo'lganim, korona bo'ldi yoki bo'lmay odatga zukam bo'ldi, hammasida shu suyuq salang tomoq ichish nihoyat yaxshi, foydali. O suyuq salang tomoqni bo'lsa qo'rimay etgan, sayko'kdan jiq sog'an, zukamga foyda qilgan masalan so'ng piyoz, xom zanjiril sog'an, sayni ko'ptatni jiq sog'an, undan keyin oz-oz go'shtni to'g'rab etken suyuq say sho'rpisi deb qo'ydik. Ashning tuzini yaxshi tanshab, shunga guruch salsaqmi bo'ladi. Shiri guruch bo'ladi. Agar uni kesib salsaq ugur bo'ladi. Yoki kakcha nallarimiz va uni chilab, uni bilan birga ichganda bu nihoyat yaxshi keladi. Endi shu korona bo'lganlarning 1-2 kuni zukam bilan o'xshash alomat yuz berib, bularmi 5-6 kunga bo'lgan vaqtida holsizlik ig'irlab, ishtahasi tutilib, hech nima yegisi kelmaydigan bir holat shakllanadi. Shu vaqtgacha bo'lsa shu qo'rg'an tomoqni yemay, shu sayko'ktatni jiq tog'an, shiri guruch yoki ugurning o'zini yemmasimi suyini ichsa, usuliq ko'p bo'ladi uningda. Suluqqa anda odatga qaynoq suv yoki suv ichmay, shu sayko'ktatning, shu shiri guruchning, ugurning suyini ichib bersa, badandagi vitaminning kamligi, mineral moddalardan shu tuz, natriy, xlor qatorliq mineral moddalarni to'liqlab badandagi kasalga qarshi turish kuchini ko'paytiradi yoki kuchaytiradi. Bu kasaldan osonlam qutulg'iladi. Yana birisi
meyve çivilərinin sularını köprək içib bəsə, yoki meyve çivilərini yeb bəsə, bunun da vitamin toluqluqluqdur. Amma aşqazan buzub qalsa, onu ehtiyatla yeyiş lazım. Bu virus bəzilərdə nəfəs yoluğa uruluşub, dəm sıxılış, yo'tal, oksigen yetişməzlik qatarlıqlarını payda qılsa, yeni bəzilərdə aşqazan, üçay cigərə uruluşub, iştihanı tututqan, heç nəsə yigis kəmitqan, mağdulsuzluqan alamətlərini payda qılıvatıdır. Bunun da hər qala alamət çıxıvatıdır, oxşaş eməz boğan alamətlə. Şunun qalab uzuqlun iş lazım. Deməkçi boğunum, bu çəqqətin yep gəlgən, normal uzuqlanıb gəlgən uzuqluqlarımızı bək çoğun halətdə özgərtə etməz tərəfdarda duruş lazım deməkçi. Məsələn, ölüşkün, tönügəndən 2-3 qardaşlarımız telefon qıldı. Başqalar mənə küçlük yep bəslədigən, çorba qıp islədigən, göş islədigən, kebab islədigən bədənin küçü aşıtdı dedi. Həm də onda başda yemigən yat nəslini hazır yep qoysaq, bədən kesellikni yuqtumen dep kesellik virüslerle karşılık göstəriətqan vaxtıda tərs həzm bulunğan iğir nəslini yep qüvvətinin ki köp qismi onu həzm qılıdığan, sındırdığan yerə ketib qılıb kesellik mikroplarını kesilib jarasım viruslarını yoxtudığanı küç az qatı. Şunun için küçünü bölməsi üçün bu çəqqədim qanda uzuqlanğan bolsaq, şu uzuqluqlarımızı aynen istimal qilish bilan birgə qoruğan tamaqlarını azaytıb, suyuq tamaqlarını köpəytib, bədənninki birisi şu kəm maddalını toluqlu bilişiğa, yeni birisi bədəndən zəhərlik nəslərninki çıxıb getiş üçün südükünü köpəytiş, tərətini ravallaşdırış, qəvziyyət oluşunun aldığını eləş, ondan ki tələb arqalıq çıxıtqan natriy, xlor, tuz qatarlıqlarını toluqlaş. Muşununğa ən muvafiq ketqan dura, yoki ən muvafiq ketqan yeməklik, uzuqluq, bizdən muşu suyuqsalan bolğan şiri guruç. Bunun başqa keselligi təyərlaytqanımızda, məsələn, kaşka peşə dep ataydı Uyğurlar. Kaşki peşe muşu keselge en muvafiq kilodu. Dəstapqı günlərdə. Onundan kin Uyğur qısaq mı buludu, aşının mesela nansep bəsək mi buludu. Demək bir yerde biz tuzunu toluqlaş, kök tatlardan kilidğan 30 xildən artıq vitaminini toluqlaş. Onundan kin o mineral maddalınınki şu natriy xlorunu toluqlaş, şu arqalıq bədənninki keselge qarışdırış gücünü küçəyt buludu. Şuna qarindaşlardan kütüdüğümüz muşu əhvalını bilişilən billə ruhi cəhətdən nait xatircəm, ciddiləşməslik, qorxmaslik, vəhimə peyda olmaslik. Çünki bu kisəllər yoxumlanğanlarını bu çəqədimi köydük. 2% ətrafıda 2%'den 3% geçe ölüm nispeti nait tüven. Onundan başqa onu qorxutqan iş yox. İkinci qılıb çarçap qilishning aldını eləş. Yana qınıb uxlaş, uyqunu yaxşı aramalaşqa əhmiyyət beriş. Onundan keyin bədən çeniqtirishna yengil bolğan bədən çeniqtirishqa əhmiyyət berib, öyünün havalıq yerlərdə yoki öyünün havasını almashtırıb durub bədən çeniqtirishqa əhmiyyət bərsək, muşunlar kesellikə qarşı duruş gücünü küçəytkili oldu. Ondan keyin suni köp içishni umumyüzlük həmmə öyrəndiklik, həmmə doktorlar suni köp içib birişdə. Biz muhaciratlik Uygurluğa su içişini biz yasaklayımız tibabette. Çünkü bu keselde soğuk su, nefes yolu ziyan kıtı. Onun için ya soğutulgan ilman kaynağı su, ya ki bomaytı onunla aşnan seynan suyu, ya ki azırak həsəl silib, almı tatqı qılğan halette həsəl suyu içib bərsə, bədən immun gücünü küçəytkili olurdu. Bunundan başqa, sırtqı çıxmazlıqdan başqa, öyünün havasını davamlı almashtırıb duruş, dezinfeksiya qıb duruş, ondan keyin hər xil zəhərlik nəslərinin yıraq duruş. Məsələn, zəhərlik nəslər deganimizdən həmdir, gumamba, şəkva nəslər. Məsələn, şu süni usulda salğan hər xil içimliklər, ondan keyin tamaka, yoki tamakaga o'xshayotgan puroqva yerlar, zaykash yerlar, havosi nachar yerlar, mushu yerlardan yiroq turish bilan bu kasallikning oldini olib ham oson qutulg'uluqdir. Yana birisi so'g'oq muhitdan saqlanish lozim. So'ngab qilish buning uchun ziyonliq. Shunga shu
hava özgergen yoki bu kasal giribdi bo'lganlar uyning havosini bak so'g'itib o'tishdan ehtiyot qilish lozim. Mening demoqchi bo'lganlarim shu. Yana boshqa tavsiyalarim bo'lsa, keyingi qatimda yana davomli so'zlab turman. Allohga emanet.